Layihə haqqında məlumatım olanda öncə çox həyəcanlandım. Çünki əsərin adı çox təsirli idi. Kəpənəyin dili ilə. Mənim adım Pərvanədir. Həmişə özüm haqqında belə bir cümlə deyirəm ki, Pərvanə öz eşqi uğrunda canını oda yaxan balaca bir canlıdır. Və düşünün ki, bu insanlar öz ömrünü necə oda yaxıb, həyatlarının ən çətin anlarında o cür məsuliyyətli və ağrı-acı dolu günləri geridə qoyaraq bir əsər ortaya çıxarıblar. Həqiqətən bu çox önəmlidir. Yəni, bir ananın həyatını yandıraraq övladının yoluna işıq olması və bu işığın gücünü artırmaq üçün bir psixoloqun o ananın əlindən tutmağı hamımız üçün dəyərlidir. Mən onkoloq olaraq bu hadisənin hər tərəfini bilirəm. Digər ehtimallar da ola bilərdi. Çox şükür ki, bu körpəmiz şanslıdır. Çox, nə bilim, bütün övladlara can sağlığı arz edirəm. Heç bir halda heç kimə müalicə planlamayaq. Mən çox sevinərəm ki, o mənada tam işsiz qalım. Yetər ki, hər kəs sağlam olsun. Bir daha təşəkkür edirəm. Nə gözəl. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkürlər. Kitabda həyat hekayəsi ilə hamımıza örnək olan balaca balaya daim can sağlığı arz edirəm. Düşünürəm ki, gələcəkdə heç kimin xəstələnməməsi üçün bu mübarizənin qəhrəmanının səsləyişi çox önəmlidir. Hər kəs öz ailəsinin sağlamlığı üçün, övladının sağlamlığı üçün əlindən gələn sevgini, qayğını, ehtiyac halında isə psixoloq dəstəyini mütləq almalıdır. Həkimin təyin elədiyi müalicə ilə bərabər bunların effekti, gücü 1-ə 1000 artırır. Hər kəsə sağlamlıq arz edirəm. Kəpənəyin dili qoyun hər zaman danışsın. Hər gün yeni bir kəpənəklər dil açsın.